Ölkədə Məhərrəm ayı başlayır. 23 iyun tarixli gündəm xəbərinin efirində bir açıqlamanı diqqətinizə çatdırırıq. Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası Məhərrəm ayının başlaması ilə bağlı fətva verib və bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Fətvada bildirilib ki, Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri qəməri təqvimi ilə 1446-cı il başa çatır. Yeni 1447-ci ilin başlanğıcının Məhərrəm ayının 1-nin miladi təqvimlə 2025-ci il iyun ayının 26-sına təsadüf etməsi gözlənilir. Ümidvarıq ki, İnşallah dindarlarımız bu ildə humanist ənənəni davam etdirərək Qan Bankının paytaxtda və bölgədəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rızası üçün İmam Hüseyin və əziz şəhidlərin xatirəsinə ehsan niyyəti ilə qan verəcək və minlərlə xəstə insana, irsi xəstəlikdən əziyyət çəkən uşaqların şəfa tapmasına yardımcı olacaqlar. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində yerləşdiriləcək. Həmçinin qeyd olunur ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Təsua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağa dək soyunaraq sinə vurmaq və sair kimi dinimizə görə qəbul edilməzdir. Dini etiqad azadlığı haqqında qanunun müddəalarına riayət edərək dini mərasimlər, məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir deyə Qafqaz Müsəlmanları İdarəsi məlumatında bildirib.